Salam əziz və hörmətli izləyicilər. Bu günləri biz Bİ TV'nin növbəti verilişinə başlayırıq. Verilişi aparan mən, Səlimov Nazir, Volqarad şəhər sakini. Verilişin məqsədi Azərbaycan diasporasının fəaliyyəti Rusiya Federativ Respublikasında. Əvvəlcə onu demək istəyirəm ki, 5 noyabr 25-ci ildə biz Azərbaycanlılar Rus-Azərbaycan dostluğu diasporasını təsis etdik. Həmin cəmiyyətin təsisçisi Nəhmətov Şıxsadıq və diasporanın rəhbəri mən Səlimov Nazir. Demək ki, mən bu diasporanın vəzifələrindən, tapşırıqlarına verilişin yəqin ki, axırında mən qayıdacağım. Hansı öhdəliklər götürdük, işləri necə qurmaq lazımdır, necə insanlarla ünsiyyət qurmaq lazımdır, necə milli kimliyimizi saxlamaq, qorumaq lazımdır. Onun haqqında mən danışacağım, onun haqqında mən sizə məlumat verəcəm. Lakin hal-hazırda mən sizə Azərbaycan diasporasının Rusiyada fəaliyyətindən danışmaq istəyirəm. Analiz edib bilmək istəyirəm ki, niyə görə Azərbaycan diasporası Rusiyada süquta uğradı? Niyə görə iflasa uğradı? Bunun səbəbləri nə idi? Bunun səbəblərini araşdırıb və hal-hazırda indi yaratdığımız diasporanın bu səhvlərə yol verməməsi üçün ondan biz dərs çıxartmalıyıq. Gəlin başlayaq ki, hansı illərdən Rusiyada, Rusiya Federasiyasında diasporalar yaranmağa başladı. Əlbəttə ki, Sovet İttifaqı dağılandan sonra bizim Azərbaycanlılar, Rusiyada yaşayanlar, bəziləri belə bir fikrə düşdülər ki, Azərbaycanda, Rusiyada Azərbaycan diasporası yaratmaq lazımdır, öz adət-ənələrimizi saxlamaq lazımdır. Əlbəttə, bunlar hamısı yaxşı işdir, bunlara pis demək olmaz. Birincisi, Moskvada yarandı Azərbaycan Konqresi. Yəni ki, kim ki diaspora, kim Rusiyada yaşayır, bu haqqında məlumatı var. Sonra regionlarda yarandı, vilayətlərdə yarandı. Yaradanların da əsas o idi ki, birinci bu 90-cı illərdə bura gələnlər, alverlə məşğul olanlar, sizə mən deyim ki, nətər deyim, biznes hələ o vaxtı demək olmazdı ki, insanlar bizneslə məşğul olur. Əgər yumuşaq şəkildə desək, alverlə məşğul olanlar. Çünki 90-cı illərdə özünüz bilirsiniz ki, hələ Rusiyada o qədər qayda qanunlar işləmirdi. Hələ insanlar nə işlə məşğul olduğu, vergi sisteminə riayət eləmirdilər, qanun qaydaya çox riayət eləmirdilər. Burada əlbəttə, əsas pıllı adamlar kim araq satırdı, kim patpoynu sexdə işləyirdi, sexlər işlədirdi. Belə-belə insanların əlində müəyyən qədər pullar var idi. Bu pullar da bunların əlinə gələndən sonra dedilər ki, bəli, biz diaspora yaratmalıyıq. Çünki pul olanda insan nəsə bir başqa şey fikirləşir. Biz bu diasporanı yaratmalıyıq, öz milli adət-ənənəmizi qorumalıyıq. Bütün regionlarda diasporalar yarandı. Həmçində Volqogradda. Volqogradda elə vaxt olub ki, 14 dənə diaspora olub. Elə vaxt olub ki, bir adam 3-4 dənə diasporaya başçılıq edib. Bu da olub. Müəyyən fəaliyyətləri oldu əlbəttə ki. Müəyyən fəaliyyətləri oldu. Ancaq mən sizə deyim ki, ancaq ən böyük işləri Novruz bayramlarını keçirtmək oldu. Ondan başqa heç nə. Mən deyərəm ki, mən diasporanın başqa bir fəaliyyətini görmədim. Mən özüm, əlbəttə ki, mən diasporada burada işləmişəm, çoxların, rəhbərlərin çoxlarını tanıyırdım, hamısına əlaqəm var idi. Ancaq ki, diasporanın planlı şəkildə qurmasını heç kim istəmirdi. Birinci diasporalar hamısı bölünmüşdü klanlara, rayonlara, kim hardandı, həmin o liderin başına yığışırdı. Bir-birinə, torba tikirdilər,
Bir-birini satırdılar, bir-birini iliştirirdilər, bir-birini görməyə gözü yox idi. Yaxşı, bu diaspora nəyə yaranmışdı? Diaspora yaranıb ki, insanlar mehriban olsun. Azərbaycanlılar bir-birindən ünsiyyət qura bilsin. Bir-birindən dostluq eləsin. Bir yerdə adətlərin, ənənələrin deyim, ardıcıllıqla cavan nəslə versin. Ancaq bizdə təmiz başqa cür oldu. Diasporaların fəaliyyətinin çoxu dayandı. Çünki bu dayanmalıydı da. Çünki planlı şəkildə getmirdi. Diaspora kör təbii işləyirdi. Diasporanın stabil finansı yox idi. Diaspora pulu yığırdı. Kim biraz varlıdsa, kimin biraz biznesi varsa onlardan yığırdı. Onların əlaqə saxlayırdı. Lakin elə bir şəxs, elə bir biznesmen yox idi ki, demək, bütün diasporanın xərcin götürsün öz boyundan və həmin xərclə diasporanın fəaliyyətini davam elətdirsin. Belə bir adam yox idi. Ona görə də günü-gündən dəyişirdi, günü-gündən sədrlər dəyişirdi, diasporanın çoxu artırdı. Sizə deyim ki, əgər diaspora bu yerə gəlmişdi ki, demək, toylarda, Azərbaycanlılar Volqaradda toy eləyəndə birinci söz verməyə diasporanın sədrini çağırırdılar. Əgərlər bir sədri birinci çağırırsa, o birisi sədri ikinci çağırırlarsa, o ikinci, üçüncü sədr toyu tərk edirdi. Toya getmirdi, toyda iştirak eləmirdi, incəyirdi. Qardaş, bu toy yiyəsi əhd eləmişdi ki, mən oğlum evlənəndə mən diasporanın sədrini çağıracağım. Bəs diasporanın sədri burada iclas keçirdəcək, toy şənliyində. Diasporanın sədri də çıxırdı toy şənliyinə, öz sözünü deyirdi, danışırdı, sonra deyirdi ki, bəli, mənim müavinlərim hamısı gəlsin bura. Filan komitetin sədri gəlsin bura. Başa düşürəm, toy məclisində. Bu nədən irəli gəlirdi? Bu irəli gəlirdi əsas savadsızlıqdan. Bu ondan irəli gəlirdi ki, sədrlər səriştəsiz adamlardır. Ola bilsin ki, hamısının ali təhsili var, hamısı institut qutarmıyım da onu bilmirəm, onun diplomları var. Ancaq diplom, ruslarda bir söz var, deyir, образование ума не дает. Diplom olmaq o demək deyil ki, sən ağıllı adamsan, savadlı adamsan. Belə ət tökən işlər əlbəttə ki, cəmaatı bizdən çirkləndirirdi, bizdən uzaqlaşdırırdı cəmaatı. Diasporadan uzaqlaşdırırdı. Sonra da ki, ən böyük səhvlərdən biri, bizim sədrlərin səhvlərdən biri o idi ki, demək, bunlar kommersiya təşkilatı ilə ictimai təşkilatın fərqinə varmırdılar. Bunlar elə bilirdilər ki, bunların nələr İP'si, O'su varsa, bunlar ictimai bir təşkilat açanda, bir diaspora açanda, bu bunun şəxsi orqanizasiyasıdır. Bu da burada padişahdır. Demək, bütün bu padişahdırsa, bütün bu qalan Azərbaycanlılar, yerdə qalan yaşayan Azərbaycanlılar, bunlara dan verməlidir, bunlara hörmət eləməlidir, bunları saymalıdır, gələndə ayaq üstə durmalıdır, bütün bunların əmrlərinin hamısını yerinə yetirilməlidir, bayram günlərində pul yığılmalıdır, o pullar sonra hara gedir heç kim bilmir. Mən əlbəttə bütün sədrləri buna demirəm ki, hamısı belə olub. Mən olan məlumatı verirəm. Belə şeylər olub. Pullar da yoxa çıxıb, belə şeylər də olub. Pullar da mənimsənilib, belə şeylər də olub. Bunlar hamısı faktdır. Mən də familiyanı danışmaq istəmirəm. Çünki yaxşı sədrlər də olub. İndi vaxtında gələcəkdə, конечно, əgərləri suallar olsa, bütün sədrlərin fəaliyyətinə qayıdacaq, kim nətər işləyib. Çünki mən yeganə adamam ki, Volqaqradda nə qədərinə cəmiyyət sədri olub, mən hamısıyla işləmişəm. Mən hamısında olmuşam mavin ya birinci mavin, bir hüquqşünas kimi. Hamısıyla işləmişəm, hamısı xasiyyətini də bilirəm. Məndən əvvəl olanları əlbəttə mən tanımıram, mən bir dənə sakit Allah verəcəyini işləməmişəm. Qalan
kimlər olub, kimlər gəlib, hamısı ilə mən işləmişəm, hamısını da gözəl tanıyıram. Hamısına da gözəl ünsiyyətim var. Ancaq düz sözləri mən deməliyəm. Sonradır ki, mən bir alara, nətərdim, bir də təkrar eləmirəm, finans məsələsi əlbəttə ki, bizim diaspora başçıları elə bir böyük biznesmenlər deyil ki, bunlar nətərdim, gəlsinlər, böyük bir diasporanı saxlasınlar. Çünki diasporanı saxlayanda diasporanın bayramları var, katibəsi var, kompüteri var, interneti var, işçiləri var, maşını var, benzini var, görüşləri var. Bunlar hamısı sədrin üstündə olmalıdır. Bunlar hamısı sədr eləməlidir. Təəssüflər olsun ki, vaxtında bu işləri, mən sadaladığım işləri görmədilər. Qayıdıram o məsələ ki, bəli, açırdılar, diaspora ictimai orqanizasiyanı açırdılar. Bunlar elə bilirdilər ki, bəs bunlar, nətərdir, bu ictimai orqanizasiya bunların şəxsi orqanizasiyalardır. Bunlar burada nə istəsələr, hansı əmr istəsələr verərlər, kimi istəsələr işdən çıxardarlar, kimi istəsələr işə götürərlər, alver qura bilərlər ictimai təşkilatla. Bir anlar mən təkrar etdim, fərqinə varmadılar. Varmadılar ona görə ki, bir var kommersiya orqanizasiyası, hansı ki, kommersiyada sən əziyyət çəkirsən, biznes qurursan, pul qazanırsan. Bir də var ki, ictimai təşkilat ola. İctimai təşkilat bizneslə məşğul ola bilməz. Məşğul ola bilər az miqdarda. Rus demişkən, umerinli. Ancaq özünü saxlamaq üçün. Elə belə ictimai orqanizasiyada heç bir sədr, heç bir direktor tək başına qərar qəbul edə bilməz. Çünki hər ictimai orqanizasiyasının özünün ağsaqqallar şurası var, özünün Sovet Обществоsu var, məsləhət şurası var. Məsləhət şurası qəbul edəndən sonra, bəli, onu icra edə bilərlər. Mən neçə illər diasporada işlədim, nə qədərinə xahiş elədim, nə qədərinə nətərdim. Dedim ki, gəlin büdcəmizi yaradalım, biz büdcəni yarada bilmədik. Büdcəni yarada bilmədiyimizə görə də elə diasporanın dağılmasının çoxu ona gətirdi, çıxartdı. Ona görə də toylarda görüşdük, sağlıqlar dedik. Bu biyağlar dedim, elə bil ki, toy yiyəsi əhd eləmişdi ki, mən oğlumun toy olanda diaspora sədri gəlib burada sağlıq deyəcək, diasporanın iclasını keçirdəcək. Başlayırsan, belə şeylər də olub hamısı. Mən biyağlar dedim, əlbəttə ki, hamısı səriştəsizlik, savadsızlıq olub, belə şeylər olub. Özümüzü biz nətərəm, diaspora sədri isə biz özümüzü padişah kimi apara bilmərik. Əgərlər biz cəmiyyətin sədri isə biz xalqa qulluq eləməliyik. Xalqın problemini bilməliyik. Xalq nə yaşayır onu bilməliyik. Bəli, elə vaxtlar var idi ki, biz məsələn diasporlarda iclaslar keçirdik, bayramlar keçirdirdik. Millət gəlirdi. Birinci dəfə həmişə millət gəlir, həmişə millət inanır. Başa düşürsünüz? Ancaq axıra kimi ardıcılığına aparmağı biz başarmadıq. Səhvlərdən biri də o idi ki, biz həmişə istəmişik ki, diaspora istəyib ki, biz, demək, Volqograd, Rusiyada yaşaya-yaşaya, diaspora qura-qura, biz Azərbaycanın himayəsində olaq. Bu böyük bir səhv idi. Bu, necə ola bilər bu? Biz Rusiyanın vətəndaşıyıq hamımız. Bizim cəmiyyət, Justisiyadan, Rusiya Federasiyasının Justisiyasından, Ədliyyə Nazirliyindən, Ədliyyə Komitəsindən qeydiyyatdan keçir. Biz Azərbaycanın himayəsinə düşmək istəyirik. Azərbaycan da çoxlarına, Azərbaycan diasporasına, yəqin ki, hamımızın məlumatı var, medallar paylayırdı, öz adamı sayırdı. Biz hamımız Azərbaycan ərləri, nətərdiyim, Azərbaycan bir regionun Azərbaycan diasporası, Azərbaycanın diaspora komitəsi ilə Azərbaycanla işləyirdisə, biz onunla fəxr edirdik. Deyirdi ki, biz Azərbaycan tanıdı. Biz Azərbaycan tanıdı, biz Azərbaycanla işləyirik. Ona görə nətərdiyim, bu belə bir cəmiyyət özü burada, ruhu başqa yerdə, bu həmişə iflasa uğramalıdır. Çünki biz oturduğumuz yeri tanımalıyıq. Oturduğumuz yer Rusiyadır.
Biz Rusiya ilə işləməliyik. Ona görə nətər deyim, bax, həmin cəmiyyətlər hamısı ləğv oldu. Sonra da mən sizə deyim ki, əlbəttə, biz o vaxtı çox şey ola bilsin ki, bilə-bilə edirdik ya da başa düşmürdük. Biz hər bayramlarda Azərbaycanın bayrağını qaldırırdıq. Azərbaycanın himnin qulaq asırdıq. Azərbaycanın dövlət atributları çox istəyirdi, nəinki Rusiyanın dövlət atributları. Nəyə görə? Sən əgər Rusiyanın vətəndaşısansa, sən əgər Rusiyada yaşayırsansa, sən Rusiyada təhsil almısan, sən Rusiyada biznes qurmusan, sən niyə görə Azərbaycan dövlətinin atributların sən Rusiya dövlətinin atributlarından yuxarı tutmalısan? Niyə görə? Bəli, mən başa düşürəm. Müəyyən bir vaxtlar Azərbaycanın siyasəti ilə, Azərbaycanın ictimai siyasəti ilə Rusiyanın ictimai siyasəti üst-üstə düşürdü. Ortada inteqrasiya məsələsi var idi, ortada strateji dostluq var idi. Ona görə, nətər deyim, Rusiya dövlətində də belə şeyləri çox vaxt göz yumurdular. Ancaq biz Azərbaycanlı olaraq, biz başa düşmək istəmirdik ki, bizim Azərbaycanda seçilmə hüququmuz yoxdur. Bizim Azərbaycanda səs vermə hüququmuz yoxdur. Biz Azərbaycanda 90 gündən artıq qala bilmərik. Biz Azərbaycanda heç bir siyasi, ictimai işlərə müdaxilə edə bilmərik. Bizim ona hüququmuz yoxdur. Azərbaycan bizi xarici vətəndaş sayır. Çünki bizim Azərbaycan pasportumuz yoxdur. Bizim Azərbaycan vətəndaşlığımız yoxdur. Bu günləri Rusiyadan gedən Azərbaycanlılara vətəndaşlıq da vermirlər. Vətəndaşlıq almaq, Azərbaycan vətəndaşlığı almaq böyük bir problemdir. Yaxşı, onda niyə görə mən Azərbaycan atributların Rusiya atributlarından yuxarı tutmalıyam? Hansı məsələyə görə? Kimə görə? Nəyə görə? Bu günləri Azərbaycanla Rusiya arasında sərhədlər də var, quru sərhəd də bağlıdır. Niyə görə o bağlıdır? Əgər biz 50 milyon Azərbaycanın bir parçası yoxsa, niyə görə mən quru yollarla Azərbaycana gedə bilmərəm? Niyə görə? Bunu mənə kim başa sala bilər? Azərbaycanın blogerləri, ağzı göyçəkləri otururlar Azərbaycanda, burada Rusiyanın əksinə danışırlar. Negativ məlumatlar verirlər. Rusiya yandı, Rusiya batdı, Azərbaycanları öldürdülər, qırdılar, nə verdilər? Bunu hamınız özünüz yaxşı bilirsiniz. Bu nəyə lazım idi? Demək, bu ortaya çıxır ki, hal-hazırda Rusiya ilə Azərbaycanın siyasi, ictimai fikirləri haradasa üst-üstə düşmür. Haradasa üst-üstə düşmür. Əgər üst-üstə düşmürsə, onda biz Azərbaycanlılar, Rusiyada yaşayan Azərbaycanlılar qalxılmalıyıq, Rusiyada özümüzü bir vətəndaş kimi aparmalıyıq. Rusiyanın vətəndaşı kimi özümüzü saymalıyıq. Kimi yox, Rusiyanın vətəndaşı olmalıyıq. Çünki hamımızın pasportu Rusiya vətəndaşıdır. Bu günləri heç kim sinəsinə döyməsin ki, bir şey olacaq, mən gedəcəm Azərbaycana. Sən Azərbaycanda heç kimə lazım deyirsən. Sən Rusiyada lazımsan. Rusiyada səni işlə də təmin edə, evin də var, biznesin də var. Ona görə sən Rusiya vətəndaşlığını qəbul etmirsən və Rusiyanın vətənpərvər bir vətəndaşı olmalısan. Bu günləri hamınız yaxşı bilirsiniz ki, deyirlər ki, bəs Azərbaycan 44 günlük müharibə eləyəndə bir insan da müharibədən qaçmadı, bir insan da nətərdir, müharibənin əksinə danışmadı, bütün millətlər birləşdi, Azərbaycanlısı da, Ləzgisi də, Talışı da, Kürdü də, Tatarı da, Başkiri də, Azərbaycan çox millətli bir ölkədir. Hamısı birləşdi, bir yumruq oldu və Qarabağı azad etdilər. Ura! Biz də sevinirik. Əla.
Yaxşı. Bəs bu günləri Rusiyada biz yaşaya-yaşaya, hal-hazırda özünüz bilirsiniz, Rusiya tərəfindən xüsusi hərbi əməliyyat keçirilir Ukraynaya qarşı. Hansı ki, xüsusi hərbi əməliyyatda Rus vətəndaşları iştirak edir. Bu günləri biz də deyirik, biz də deməliyik. Biz həmin hərbi əməliyyatı dəstəkləyirik, onlara kömək eləməliyik. Bu günləri oranın iştirakçılarına, xüsusi hərbi əməliyyatın iştirakçıları bu günləri biz saymalıyıq. Bir diaspora kimi onlara maddi və mənəvi yardım etməliyik. Niyə görə də bunu etməyək? Mənim indi kimi hal-hazırda yadımdadır ki, 44 günlük müharibədə yaşlı insanlar öz təqaüdlərini keçirdirlər əskərlərin, ya nətər deyim, Ministerstvo Obrona hesabına. Çünki istəyirlər ki, Qarabağ azad olsun. Biz də bugün istəyirik ki, bunu biz gizlətmirik. Biz də bugün istəyirik ki, bəli, bütün Donbas hamısı azad olsun. Bu olacaq da. Yaxşı, mən niyə görə xüsusi hərbi əməliyyatı burada dəstəkləməməliyəm? Mən əgər burada yaşayıramsa, mən burada təhsil almışamsa, mənim evim burada, biznesim burada, mənim başqa bir vətəndaşlığım yoxdur. Mən 18 yaşından Rusiyada yaşayıram. Bəli, mən Rusiyanın siyasi, hərbi siyasətini mən dəstəkləyirəm. Biz cavanları da onu öyrətməliyik ki, onlar da dəstəkləməlidir. Bu günləri Azərbaycan, mən sizə bir söz deyim, bu günləri Azərbaycanda əgər quru sərhədlər açılsa, Azərbaycanın 60-70% Rusiya qaçar. Ancaq mən sizə bir dənə paradoks deyim. Hal-hazırda Azərbaycanda yaşayan sakinlərin 60-70%, 80% Ukraynanı dəstəkləyir. Niyə görə? Hər gün mən Azərbaycan blogerlərdən eşidirəm ki, bəs Azərbaycan Ukraynanı dəstəkləyir, Azərbaycan Ukrayna ilədir. Mən sizə bir söz də deyim. Bəli, Rusiyada da var Azərbaycanlılar. Burada yaşaya-yaşaya, burada biznes qura-qura, burada ailəsinin uşağını saxlaya-saxlaya, Azərbaycana pul göndərir, yaxşı diləyir, qonaq-rəvəni poddirovat eləmək lazımdır. Lakin Ukraynanı dəstəkləyir. Belə insanlar da var. Çünki Ukrayna blogerlərdə baxanda çoxu yazılanlar, kommentarda, yorumda yazılanlar çoxlar Azərbaycanlılardır. Mən sizə bir dənə də nonsens deyim, nətər deyim, paradoks deyim, daha doğrusu. Bizim Rusiyada yaşayan Azərbaycanlılar xaricdə yaşayan İngiltərədə, Almaniyada hansı ki blogerləri Rusiyanın əksinə, elə Azərbaycanın əksinə danışan blogerləri buradan dəstəkləyirlər. Причем деньгами отправляют деньги на их счет. А спрашивается, ты в России живешь, какого черта ты поддерживаешь блогера, который живет в Англии? Mən bunu başa düşmürəm, başa düşürsən? Bir də görürsən ki, məsələn, bəzi elə vilayət var ki, çıxırlar 5, 10, 15 adam, blogerlərdən girirlər ünsiyyətə, hansı ki, xaricdə yaşayır. Döşəyirlər Rusiya qarşı. Buna savadsızlıq deyilməzsə, buna kütlük deyə bilməzsə, buna nə demək olar, bunun adı nədir, mən bilmirəm. Həqiqətən də mən bilmirəm. Sən necə Rusiyada yaşaya-yaşaya pul qazana-qazana, ailə uşağı saxlaya-saxlaya, burada saxlayırsan. Sən Rusiyanın əksinə hansısa bir blogeri poddeşka göstərirsən, pul göndərirsən. Ona görə belə şeylərin hamısını başa düşmək lazımdır, hamısını çəkinmək lazımdır. Biz Azərbaycanlılar Rusiyada yaşayırıq, biz Rusiyanın vətəndaşıyıq. Biz Rusiyadan maaş alırıq, pul qazanırıq. Rusiya cəmiyyətinə biz girməliyik, inteqrasiya eləməliyik. Haradasa assimilyasiya eləməliyik. Mən hərdən bir sual verirlər ki, niyə görə biz assimilyasiya olmalıyıq? Yaxşı, mən sizə sual verirəm. İnteqrasiyanın, assimilyasiyanın fərqini mən sizə deyirəm. İnteqrasiya, bəli, sən öz adət ənənə ilə gəlib girirsən Rus cəmiyyətinə.
çalışırsan ki, Rus cəmiyyətinə öz adət-ənənəni göstərəsən, tanış eləyəsən. Həmin vaxtda öz dili, adəti, ənənəni saxlayırsan. Biz hamımız yaxşı bilirik. Rusiyanın konstitusiyasının 1-ci maddəsi Rusiya çoxmillətli dövlətdir. Bütün xalqlar bərabər hüquqa malikdir. Hal-hazırda da konstitusiya var. Bu saat da var o konstitusiya. İndi də var. Bəs yaxşı, onda niyə görə biz nətər deyim, bu inteqrasiyadan istifadə edib, öz adət-ənənəmizi tanıtdırmaqla yanaşı, Rus adət-ənənəsini də qəbul etməliyik. Bunu da biz qəbul etməliyik. Keçək assimilyasiya. Assimilyasiya nə deməkdir? Bu günləri, mənə o günləri bir adam sual verir ki, niyə görə mən assimilyasiya olmalıyam? Bu assimilyasiya olanda belə başa düşür ki, bəli, mən dilimi də yadımdan çıxartmalıyam, adətimi də yadımdan çıxartmalıyam. Xeyr, sən uca assimilyasiya olmuşsan. Sənin uşaqların gedir, Rusiyada yaşayır, Rus məktəbinə, əskəriyə gedir, Rus ordusuna, təhsil alır Rus məktəbində, musiqiyə qulaq asır Rus dilində, diskoteka gedir Rus dilində, danışıqlar Rus dilində. Məsələn, elə ailə var ki, elə uşaq var ki, Azərbaycan dili bilmir, ucu assimilyasiya olunub. Hələ mən adət-ənənəni qoyuram qırağa. Adət-ənənə öz yerində. Dillərini də bilmirlər, dil də yaddan çıxarır. Mən bunu pis qələmə vermirəm. Bu pis şey deyil. Bizim nəsil, bizi yaşlı olan adamlar, bəli, nə qədər başardı, inteqrasiya elədi. Öz adət-ənənəsini də saxladı. Rus millətindən nə var, hamısını götürdü. Ancaq bundan sonra bizə istər-istəməz, biz bunu istəyirik ya istəmirik, assimilyasiya gedir. Bizim burada nəvələrimiz, nəticələrimiz böyüyür. Nəvələrimiz, nəticələrimiz Azərbaycan dilində bilməyəcəklər. Çünki illər keçir, hamısı yaddan çıxır. Burada mən pis şey də görmürəm. Başa düşürsən, əgər bu günlər assimilyasiya gedirsə, bunun pis nəyi var? Nəyi var bunun pis? Bunun mən pis işini görmürəm. Ona görə əgər bu günlər kim bizə deyir ki, ya Azərbaycandan, ya Azərbaycanlılardan, yox, biz xüsusi hərbi əməliyyatı dəstəkləməməliyik, biz hamısını dəstəkləməliyik. Biz tapmalıyıq o Azərbaycanlıları ki, hansı ki, xüsusi hərbi əməliyyatlarda iştirak edirlər. Onlara kömək olmalıyıq, onlara dəstək olmalıyıq, ailələrinə maraqlanmalıyıq. Başardığımız qədər də kömək olmalıyıq ki, biz nə qədər yumruq kimi birləşib, devlətin, siyasətin dəstəkləsək, mənə belə gəlir ki, xüsusi hərbi əməliyyat da tez başa gələr. Çünki hamımız Rusiyada yaşayırıq. Mən burada qələmə almıram o insanları ki, bəli, Azərbaycan vətəndaşıdır, burada müvəqqəti yaşayır. Mən onlardan nətər deyim, onlar haqqında heç nə deyə bilmərəm. Ancaq biz vətəndaşlar bu günləri Rusiya olmalıyıq. Rusiya bizim evimizdir. Rusiya bizim vətənimizdir. Mən bunu deyirəm açıq şəkildə. Rusiya bizim vətənimizdir, Rusiya bizim evimizdir. Bəli, Azərbaycanı da biz hörmətlə yaşanırıq. Azərbaycan bizim tarixi məkanımızdır. Orada anadan olmuşuq. Dilimiz Azərbaycan dilidir. Adət-ənənəmiz Azərbaycanlıdır. Mən hal-hazırda vətənimi Rusiya sayıram. Kim nə təristə eləsi başarsın. Eləncə də düşünsün. Bütün mənim fikirlərim bu qədər. Mən bir əvvəldən sizə deyim ki, mən diaspora məsələsinə qayıdacağam. Mən qısa olaraq diaspora hansı işləri gördü, mən onlara sizə məlumat vereyim. Mən sizə deyim ki, diasporanın telefonu olacaq, diasporanın adresi olacaq, diasporanın həmişə görüşləri keçiriləcək, fəaliyyətlər olacaq. Bu haqqında BTV vasitəsilə biz sizə çatdıracaq. Bizim qonaqlarımız olacaq, bizim canlı verilişlərimiz olacaq. Rusiyada yaşayan, irəli getmiş həkimlər, müəllimlər, biznesmenlər, hamısı BTV vasitəsilə
Bir-birinə tanış olacaqlar, ünsiyyət quracaqlar. Bu ITV vasitəsilə bütün Rusiyada yaşayan Azərbaycanlılar bir-birinə əlaqə saxlaya biləcəklər. Bir-birində vətənpərvərlik ruhu yaradacaqlar. Rusiyaya qarşı. Rusiyanı biz sevməliyik, Rusiya bizim vətənimizdir. Bunu bir dəfəlik hamı bilsin. Mən heç görmədim ki, o boydan Azərbaycan Qarabağ aldı. Qarabağ aldı. Heç mən Qarabağa gedən Azərbaycanlı hələ mən eşitməmişəm. Kim eşitibsə, xahiş edirəm yorumlarda yazın ki, bəs yox, Azərbaycana gedən var, köçüb gedən var, yaşayırlar Azərbaycanda, Qarabağda. Mən hələ eşitməmişəm. Ona görə nətər deyim, gəlin bir yerdə hamımız bir yumruq kimi birləşək və Rusiyanı vətənpərvər kimi sevək. Çünki bizə çörək verən, bizə təhsil verən, ailəmiz, uşağımız, kvartiralarımız, varımız, devlətimiz hamısı Rusiyada qazanılıb. Kim mənimlə razıdırsa yorumda yazsın. Keçirəm diaspora məsələsinə. Demək, yəqin siz fikir verdiniz ki, mən hər dəfə diaspora dedim. Demək, Ağsaqqallar Soveti seçildi. Demək, Ağsaqqallar Sovetində 19 nəfər üzvü var. Onunla əlavə, demək, birinci bizim qərarımız oldu ki, diaspora sözündən etiraz edək. Diaspora sözündən etiraz edək. Çünki diaspora sözündən hamı irgənib. Həqiqətən. Bir Azərbaycan yanında diaspora deyən kimi, o saat fikirləşir, yenə pıl yığacaqlar. Çünki bu olub, belə şeylər olub, başa düşürsən. Bu olub, yenə pıl yığacaqlar, yenə zəng eləyəcəklər, əşyəyə telefonu söndürəcəm, götürməyəcəm. Ona görə diaspora sözündən hamı irgənib. Demək, bizim bu təşkilatın adı olacaq cəmiyyət. Rus dilində община. Общество. Община. Kimin nətər fikir çəkir, eləçil edirsin. Mənə belə gəlir ki, çoxunuz mənə razı olar, diaspora sözün yaddan çıxartmaq lazımdır. Çünki diasporalar, Azərbaycanın Rusiyadakı diasporaları hamısı iflasa uğradı. Hamısı süqut oldu. İflasa uğrayıbsa onu bir də diriltmək, reanimirovat eləmək onu mümkün deyil. İkinci məsələ. Rusiyada yaşayan Azərbaycanlılar Rusiyada yaşayan Azərbaycanlıların müsbət obrazını formallaşdırmalıdırlar. Ki, harada Azərbaycanlı varsa, o Azərbaycanına həmişə hörmətlə yanaşsınlar. O Azərbaycanlı işlədiyi yerdə nümunə olmalıdır. İkinci bir məsələ. Bizim məqsədimiz. Rusiyada yaşayan Azərbaycanlılar var. Onlar Rusiya haqqında negativ fikirdədirlər. Azərbaycanda yaşayan Azərbaycanlılar da 70, 60, 80% mən dəqiq deyə bilmərəm. Rusiya haqqında negativ fikirdədirlər. Biz çalışıb o negativ fikirləri aradan qaldırmalıyıq. Rusiyada yaşayan Azərbaycanlıların yaxşı iş görmələri məqbulunda bunu çatdırmalıyıq. Ki, Rusiya heç pis deyil, elə bir pis devlət də deyil, başa düşürsən. Bunların hamısını biz deməliyik. Əgərləri deməsək, başa salmasaq, onda bizi ilə başqa cür rəftar edəcəklər. Üçüncü məsələ, gənclər məsələsi. Bizim özünüz bilirsiniz, gənclərimiz burada çoxdur. Həddindən artıqdır. Bizim gənclərimizdə vətənpərvərlik hissi oyatmaq lazımdır Rusiya Federasiyasına qarşı. Vətənpərvərlik, qanuna hörmət, həm də inteqrasiya, assimilyasiya. Mən bir ağlar dedim, elə Azərbaycanlar var ki, Rus Azərbaycan da bilmir. Bu assimilyasiya deməkdir. Elə adamlar da var ki, bəli, öz adət ənənəsini başqa millətə çatdırır.
inteqrovat edir. Dördüncü məsələ, tədris proqramları yaratmalıyıq. Rus dillərini öyrətməliyik bilməyənlərə. Rusiyanın tarixini təbliğ eləməliyik. Rusiya böyük dövlətdir, qədim dövlətdir. Və gənclərdə vətəndaş məsuliyyətini oyatmalıyıq. Ki, sən burada yaşayırsan, Rusiyada yaşayırsan, bunların hamısını sən bilməlisən. Rusiyanı biz bir vətən kimi qəbul etməliyik. Onu sevməliyik. Milli kimliyimizi əlbəttə qoruyub saxlamalıyıq. Mən bir dəfə sizə bir dənə hadisə danışım, bir ayın söhbətidir. Yay vaxtı idi. 06 yoxsa 07 maşında 3-4 dənə Azərbaycanlı dalda bayrağı asıblar, Azərbaycan bayrağını asıblar. Mahnını qaldırırlar, səsini də hara, o adı nədir, o mikrofon deyirlər, dinamik deyirlər o ilə. Qalx ayağa Azərbaycan. Volqaradda şəhərin içində. Yaxşı, bunu kim qəbul edir? Buna musiqiyə qulaq asmaq istəyirsən, ged evində qulaq as. Bu kimin xoşuna gələr? Bu bir. İkincisi də ki, Azərbaycan çoxdan ayağa qalxıb. Bu mahnı mənəvi tərbiyəsini itirib. Mahnı, qalx ayağa Azərbaycan. Azərbaycan çoxdan qalxıb ayağa. Addımlayıb Qarabağı da alıb ucu. Yaxşı, bu nəyə lazımdır? Bu hörmətsizlikdir. Bu başqa millətə, başqa dövlətə hörmətsizlikdir. Mən sizə tapşırıqları verdim. Öz tapşırıqlarımızı, hansı işləri qısa şəkildə mən buna sizə dedim. Mənə belə gəlir ki, yorumlarda siz bunların hamısını nə varsa yazacaqsınız, fərqi yoxdur. Volqaradda yaşayan, vilayətdə yaşayan Azərbaycanlılar, ya bütün Rusiyada yaşayan, başqa dövlətlərdə yaşayan Azərbaycanlılar, hamısı nətər deyim, yorumlar yaza bilərlər, öz təkliflərini verə bilərlər, hansı təklifləri, kim, hansı, necə görmək istəyir Azərbaycan cəmiyyətin, biz onları qəbul edəcəyik. Və axırda da bu günləri, nətər deyim, bir məlumat da sizə, iki məlumat da verim. Demək, birinci məlumat odur ki, Rus-Azərbaycan cəmiyyəti, dostluq cəmiyyəti Azərbaycanın hörmətli prezidenti İlham Əliyevə açıq məktub göndərib. Açıq məktubda təklif edir ki, Azərbaycanlılar xahiş edir ki, Rusiya ilə ünsiyyətləri gücləndirsinlər. Əvvəlki kimi dostluq, mehribanlıq, strateji dostluq, ticarət işləri, ticari, mədəni işlər hamısı möhkəmlənsin. Çünki biz Azərbaycanlılar burada bunu fikirləşirik, bu haqqında fikirləşirik. Biz istəyirik ki, Azərbaycanla Rusiya dost olsun. Biz istəyirik ki, Azərbaycanla Rusiyanın siyasəti üst-üstə düşsün. Biz istəyirik ki, Azərbaycanla Rusiya beynəlxalq dairələrdə bir-birini dəstəkləsin. Biz bunu istəyirik, biz Azərbaycanlılar. Ona görə də biz hörmətli Azərbaycanın prezidenti İlham Əliyevin, böyük siyasətçinin, hansı ki, nətər deyim, qlobal politik, hər yerdə tanınır, hər yerdə sanılır. Hal-hazırda biz televizorda baxırıq, bütün dövlətlər İlham Əliyevə hörmətlə yanaşır, onun sözünü eşidirlər. Regionda demək olar ki, lider dövlətdir, lider prezidentdir. Bunu da biz bilirik. Və biz əminik ki, hörmətli İlham Əliyev və hörmətli Putin Vladimir Vladimiroviç müsbət bir qərara gələcəklər. Azərbaycan və Rusiya arasında həmişə dostluq olacaq. Bu açıq məktub haqqında, demək, Volqaradda yaşayan Azərbaycanlılar həmin diasporanın adından, cəmiyyətin adından o məktubu yazıblar. 11 şəxsi, hansı Volqaradda yaşayır, hörmətli adamlardır. Mən bir dənə zəminsən eləyim ki, o 11 nəfərdən 7-si yoxsa 8-i cəmiyyətin iclasında iştirak etmədi. Ona görə mən sizə buradan xahiş edirəm, gələn dəfə iclas olunda gəlin. Məktub yazmaq qıraqda o yaxşı, qol çəkmək. Ancaq iclası da yaddan çıxartmayın. Çünki siz həmin iclası bizim cəmiyyətin adından göndərmişsiniz. Rus-Azərbaycan dostluğu.
Ona görə xahiş edirəm, iclaslarda da iştirak edin. Və axırıncısı, mən sizə deyim ki, ayın 19-da bura Qəhrəman Volqarad şəhərinə bir neçə regionlardan cəmiyyət başçıları gəlir. Novosibirskdən gələk ki, Komidən, indi ola bilsin ki, hansını da azını düzləyə bilməyəm. Ondan sonra Astraxandan, Moskvadan, Voronejdən, Yaroslavldan 20 adam, 20 demək cəmiyyət başçıları gəlirlər. Bu cəmiyyət başçıları demək hamısı gəlir Volqarad şəhərinə. Demək bu bayram yox, bu meropриятиəni, bu aksiyanı keçirdir demək. Federal Agentsiya по национальности Barinov başçılıq edir həmin orqanizasiya Moskvadan. Demək, bizim bu Azərbaycanlılar cəmiyyət üzvləri, cəmiyyət başçıları gəlirlər Volqograda, öz yardım əllərini uzadırlar xüsusi hərbi əməliyyat iştirakçılarına, əskərlərə və zabitlərə. Kimisi maşın gətirir, kimisi motosikl, kimisi nətər deyim, ərzaq məhsulları. Demək, bu 20 insan 15-20-yə yaxın regiondan Volqogradda olacaqlar. Təntənəli surətdə öz yardımlarını verəcəklər. Volqogradın qubernatoru onları qəbul edəcək. Biz də həmin meropриятиеdə, həmin aksiyada iştirak edəcək. Bir sözlə mən ona deyim ki, həmin o 20 nəfər gəlir Azərbaycanlı başqa regionlardan. Onların hamısı xərcin, qasinsi xərcin, yeməyin, içməyin, onlar 18-i gəlirlər, 20-si gedirlər. 2 gün qalmaqları hamısı bizim cəmiyyətin boyundadır. Bizim cəmiyyət bunu öz üzərinə götürüb, qasinsan da xərcin, qalmaqların da, yeməklərin də, içmələrin də Rus-Azərbaycan dostluğu cəmiyyəti öz üstünə götürüb. Mən sizə deyim ki, 20 adamın 2 gün qalmağı, yeməyi, içməyi bizim cəmiyyət üçün heç də az pul deyil. Bizim təsisçimiz hamısı öz üstünə götürüb. Mənə belə gəlir ki, biz yüksək vəziyyətdə onları qarşılayacaq, yüksək vəziyyətdə də yola salacaq. Hörmətli izləyicilər, xahiş edirəm, yorumlarda öz fikrinizi yazasınız. Verilişi bəyənəsiz. Mən sizinlə tez-tez əlaqədə olacaq. Bizim canlı verilişlərimiz olacaq. Öndə gedən Azərbaycanlılarla, kimin hansı fikri var, onlarla. Hətta mən sizə deyim ki, kim pis işlərlə məşğuldur, onlarla da məşğul olacaq. Rusiyada hamı bilir, kim yaxşı işlə məşğuldur, kim pis işlə məşğuldur. Heç kim fikirləşməsin ki, özün başını soxub kolluğa, arxası qalıb çöldə. Hamı hər şeyi bilir. Bundan sonra biz kəndimizə gəlməliyik. Cinayətlə qutarmalıyıq, pis işlərlə qutarmalıyıq. Araqdır, sigaretdir. Belə işlərdə biz tanınmamalıyıq. Biz tanınmalıyıq öz işimizdə, cəmiyyətdə, xüsusi hərbi əməliyyatlarda. Bizim çoxlu biznesmenlərimiz var, həqiqətən tanınmış biznesmenlərdir. Yaxşı həkimlərimiz var, yaxşı injinerimiz, mühəndislərimiz var. Biz onlarla danışmalıyıq. Bunu yadınızdan çıxartmayın. Cəmiyyətin telefonu olacaq, məkanı olacaq, hamısına xəbəriniz olacaq. Ona görə sağ olun, gələn görüşlərə dək. Bizim vətənimiz Rusiyadır.